mülki prosesual məzələ və eyni zamanda icra haqqında qanunla bağlı bir sıra təkliflərimi təqdim etmək istərdim. Nəzərə alsaq ki, qanun layihəsi mülki prosesual məzələlərin 231-ci maddəsində borclu anlayışının daha da dəqiqləşdirilməsini özündə etib edir. Təbii ki, bu baxımdan qanun layihəsi təqdirə layiqdir və praktik olaraq bu anlayışın dəqiqləşdirilməsinə və bu istiqamətdə proseduraların sadələşdirilməsinə imkan verəcək. Amma bununla belə mən təqdim olunan anlayışın daha da dəqiqləşdirilməsi, o cümlədən fiziki və hüquqi şəxslər üzrə meyarların müəyyənləşdirilməsini təklif etmək istərdim. Əvvəla təklif etmək istərdim ki, sözgedən məzələlərin 231-ci maddəsində fiziki şəxslər üçün nəzərə alsaq ki, bu maddə bütövlükdə xüsusən də ölkəni tərk etməklə bağlı məhdudiyyətin tətbiq edilməsini özündə etib edir. O baxımdan təklif etmək istərdim ki, qanun layihəsinin sözgedən maddəsində fiziki şəxslər üzrə kredit borcunda beynəlxalq praktikaya uyğun olaraq limitlərin tətbiq edilməsi və sözgedən məzələdə öz əksini tapması həyata keçirilsin. Eyni zamanda hüquqi şəxslər üçün bütövlükdə dəqiqləşmənin daha da dərinləşməsi və təsrifatın aparılmasını təqdim etmək istərdim. Nə üçün bu dəyişikliklərin nəzərə alınmasını təklif etmək istərdim? Çünki nəzərə alsaq ki, son illər istehlak kreditində artımlar müşahidə olunur. 2024-cü ilin yekunlarında istehlak kreditlərin həcmi 2023-cü ilə müqayisədə 6 milyard manat, 937 milyon manatdan 8 milyard 445 milyon manata qədər yüksəlib. Bu demək ki, hazırda 3 milyondan çox vətəndaşımızın istehlak kreditləri üzrə borcu var və rəsmi data təsdiq edir ki, banklardan borclanan vətəndaşlarımızın sayında artımlar var. Eyni zamanda istehlak kredit portfelinin artması ilə yanaşı biz vaxtı keçmiş kreditlərin həzminin artmasını da müşahidə edirik və vaxtı keçmiş kreditlərin həzmi 2024-cü ildə əvvəlki ilin sonu ilə müqayisədə 444-49 milyon manatdan 481 milyon manata qədər yüksəlib. Bu isə ondan xəbər verir ki, son aylar istehlak kreditlərin həzmi ilə yanaşı, eyni zamanda vaxtı keçmiş kreditlərin həzmində də artımlar var. Oxşar vəziyyət qeyri-işlək kreditlərlə bağlıdır. Belə ki, 2024-cü ildə qeyri-işlək kreditlərin həzmi 6,7% və ya 41 milyon manat artaraq 665 milyon manata çatıb və bu məbləğin 246 milyon manatı istehlak kreditləridir, 375 milyon manat isə biznes kreditləridir. Və eyni zamanda Mərkəz Bankın rəsmi məlumatına görə iqtisadi fəal əhali üzrə adam başına 13,8 min manat, yəni 13.800 manat bank borcu var. Yəni əgər əvvəl 5 il öncəki statistikada bu göstərici 11,5% isə bu rəqam artıq 2024-cü ilin sonunda 18%-ə qədər yüksəlib. Yəni göründüyü kimi bir tərəfdən problemli kreditlərin həzmində, digər tərəfdən isə qeyri-işlək kreditlərin həzmində artımlar var. Bu baxımdan təbii ki, nəzərə alsaq ki, problemli kreditdə olan və bütövlükdə eyni zamanda bankdan borclanan vətəndaşlarımızın sayı da artır və 3 milyon artıq vətəndaşımızın istehlak kreditləri var. O baxımdan təbii ki, mən həm Mərkəzi Bank tərəfindən təqdim olunan rəsmi data və eyni zamanda statistikaya uyğun olaraq təklif etmək istərdim ki, sözgedən 231-ci maddədə fiziki şəxslər üçün kreditlərdə limitlər müəyyənləşdirilir. Məsələn, 200 manat borcu olan vətəndaşımızla bağlı onun ölkədən çıxışını məhdudlaşdırması əslində problemli kreditlərin həzminin azalmasına xüsusi təsir edəcəyi inandırıcı deyil. Ona görə də daha məqsədə uyğundur ki, beynəlxalq praktikada olduğu kimi, xüsusən də ölkədən çıxışla bağlı məhdudiyyətin müəyyənləşdirilməsi zamanı fiziki şəxslərdə limitlər müəyyənləşdirilir və müəyyən limitdən artıq kreditdə olan vətəndaşlarımızın ölkədən çıxışı məhdudlaşsın. Çünki kiçik məbləğdə kredit borcu olan vətəndaşlarımızla bağlı belə məhdudiyyətin tətbiq edilməsi təbii ki, arzu olunan deyil. Hüquqi şəxslərlə bağlı həm təsrifatın aparılması, həm də təbii ki, anlayışın dəqiqləşdirilməsi məqsədə uyğun olar. Çünki hazırda banklarda 27 milyar 877 milyon manat kredit portfeli var və eyni zamanda təbii ki, real sektora yönəldilən kreditlərin həzmində də artımlar var. Ona görə təklif etmək istərdim ki, sözgedən maddədə hüquqi şəxsin icra orqanı rəhbəri ilə yanaşı təşkilati formasına uyğun olaraq təsnifləşdirmənin aparılması və qərarların qəbulunda iştirakı olanların tam əhatə olunması həyata keçirilsin. Məsələn, səhmdar cəmiyyətlərində
qərarlar hüquqi şəxsin icra orqanı rəhbəri tərəfindən deyil, idarə heyəti tərəfindən verilir. Və beynəlxalq praktikada və bizim bir müddət öncə qəbul etdiyimiz eyni zamanda OECD prinsiplərini uyğunlaşdırmış qanunvericiliyində də məhz idarə heyətinin üzvləri, yəni qərarların qəbul edilməsində rol alan şəxslərlə bağlı qərarların verilməsi və məhdudiyyətin tətbiq edilməsi məqsədə uyğun olar. O baxımdan təklif etmək istərdim ki, hüquqi şəxslərlə bağlı təsnifatın sözgedən məcəllədə öz əksini tapması yalnız qərarların qəbulunda iştirakı olan şəxsin, yəni rəhbərin deyil, eyni zamanda idarə heyətinin üzvləri ilə bağlı da oxşar meyarların qanunvericilik gətirməsi tətbiq olunsun. İcra haqqında qanunun 4-cü maddəsində elektron pul təşkilatı sözləri əlavə olunur. Təbii ki, bu təqdirə layiqdir, çünki nəzərə alsaq ki, Mərkəz Bank tərəfindən artıq 18 təşkilata elektron pul emissiyası ilə bağlı lisenziyalar verilib. Amma eyni zamanda ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunun 48-ci maddəsinə əsasən ödəniş təşkilatları tərəfindən fərqli məhsulların dövrəyə buraxılması mümkündür. O baxımdan təklif etmək istərdim ki, elektron pul təşkilatları sözləri ilə yanaşı və digər ödəniş təşkilatları sözləri əlavə olunsun ki, biz növbəti mərhələdə ödəniş təşkilatları tərəfindən yeni məhsullar bazara çıxarılan zaman artıq qanunvericiliyə təşkil edilməsinə ehtiyac olmasın.